Azərbaycan Milli Konservatoriyasını bitirmişəm. Qəzənfər Abbasovun tələbəsiyəm. Öpürəm buradan da salamlayıram. Və hal-hazırda Gəncə Dövlət Regional Kollecinin müəlliməsi olaraq çalışıram. Siz biraz belə içəri girəndə yuxarıdan aşağı baxdınız. Canlı Heç ifa kim məni gəlsin. canlı ifa ilə qorxuda bilməz. Çünki mənim dilimə görə də dilçəyim var. Oxumağımı bəyəndiniz deyə geyimimi qəbul eləməyin. Yaxşıdırsa yaxşı deyin, pisdirsə pis deyin. Oxumağa başlayan hər kəslə dava edirsiniz. Niyə əlim? Probleminiz nədir məndən? Əslində mənim əlimdə olsa, tamaşaçılarımız biz istədiyimiz musiqi ilə bizi qəbul eləsələr, mən çox klassik əsərləri sevirəm. Başqa mahnı oxumaram. Amma o qədər papaq altda yatan yaxşı oxuyanlar var ki, maddi imkanları yoxdur deyə irəli gedə bilmirlər. Ona görə bizə nə lazımdır? Mən efirə çıxmalıyamsa, mənə maddiyyat lazımdır, mənə aranjman etməyə pul lazımdır, klip çəkməyə, mahnı almağa, efirə bəzənməyə, geyimə, hər şeyə pul lazımdır. Mənim üçün nə etməliyəm? Mən çörəkli mahnı oxumalıyam. Sənət mənə qalıb, insanlar məni qəbul eləsin, sonra sən özünü mehriban aslan kimi təsdiq eləyəndə oxu da istədiyin o klassik əsərləri. Mən bu fikirdəyəm şəxsən və mən düşünürəm ki, mən tam da doğru fikirdəyəm. Nə edirəm gülzarı ki, sən gülzarımsan mənim. İcazə versəz ifa eləyərdim. Mahnı düşmədi, yadıma qəzəl düşdü. Problem var? Nə dəxli var, muğam oxudum, yoxsa qəzəl oxudum, yoxsa mahnı oxudum. Yadıma o düşdü, onu oxudum. Nə ürəyim istəyir, onu oxuyuram. Hansı muğam idi başladı? Çahargah idi. Mən nə istəyərəm, onu oxuyaram. Siz mənə burada qadağa qoya bilməzsiniz ki, qəzəl oxu, muğam oxu, sərgah oxu. Mahnı oxu da. Mən bütün muğamları dəstgah şəklində bilirəm və tədris eləyirəm. Siz mənə o söz deyə bilməzsiniz. Ay qız, bir dəqiqə deyəndə sən burada davaya gəlmişsən mənə, yoxsa... Dava eləyən siz imkan vermirsiniz oxuyum. Oxuyurdum da gül kimi, niyə qoymadınız oxuyum? Hər verilişiniz dava, hər verilişiniz dava belə Yox, bizim hər verilişimiz